Məsələlər, həndəsi fiqurlar mövzusuna dair ev tapşırığının izahı. Sual 1. Tərəfləri 3/2 nisbətində olan paralleloqramın sahəsi 90 kvadrat santimetrdir. Böyük tərəfə çəkilən hündürlüyü 6 santimetr olarsa, bu paralleloqramın tərəflərinin uzunluğu nə qədərdir? Biz paralleloqramın tərəfləri 3/2 nisbətində olduğundan onları 3K və 2K olaraq işarə edək. Və böyük tərəfə çəkilən hündürlüyü 6 cm dediyindən bura 3K, bura isə 2K deyəcəm. Və sahə 90 kvadrat santimetrdir. Onda nəzərə alsaq ki, paralleloqramın sahəsi tərəf və həmin tərəfə çəkilmiş hündürlüyün hasilinə bərabərdir. Onda yazaram ki, 3K vurulsun 6 bərabərdir 90. 18K bərabərdir 90. K bərabərdir 5. Deməli, K 5-ə bərabərdir. Onda tərəfləri 3K və 2K ilə işarə etdiyimdən 3 vurulsun 5 bərabərdir 15 cm və 2 vurulsun 5 bərabərdir 10 cm deyə bilərəm. Deməli, paralleloqramın tərəflərinin uzunluğu 15 cm və 10 cm-ə bərabərdir. Sual 2. Velosiped təkərinin radiusu 40 cm-dir. Təkər 10 tam dövr etdikdə nə qədər məsafə qət edər? Bildiyimiz kimi, velosiped təkəri bir dəfə tam döndükdə təkərin çevrəsi qədər yol gedir. Onda bir tam dövrdə gedilən məsafəni S bərabərdir 2 pi r düsturu ilə tapa bilərəm. Gəlin yazaq. S bərabərdir 2 vurulsun pi vurulsun radius, yəni 40 cm bərabərdir 80 pi. Deməli, velosiped təkəri bir tam dövr etdikdə 80 pi santimetr qədər məsafə qət edir. Bəs 10 tam dövr etdikdə nə qədər məsafə qət edər? Bunu tapmaq üçün 80 pi-ni 10-a vuracam. Vurulsun 10 bərabərdir 800 pi santimetr. Deməli, velosiped təkəri 10 tam dövr etdikdə 800 pi santimetr məsafə qət edər. Sual 3. Doğru və ya yanlış fikirləri müəyyən edin. A bəndi. Radius 2 dəfə artdıqda çevrənin uzunluğu da 2 dəfə artır. Çevrənin uzunluğunun S bərabərdir 2 pi r düsturuna əsasən deyə bilərik ki, radius 2 dəfə artdıqda çevrənin uzunluğu da 2 dəfə artır. Deməli, bu fikir doğrudur. B bəndi. Üçbucağın böyük tərəfinə çəkilən hündürlük bu üçbucağın ən böyük hündürlüyüdür. Biz bilirik ki, üçbucağın böyük tərəfinə kiçik hündürlük, kiçik tərəfinə isə böyük hündürlük çəkilir. Deməli, bu fikir yanlışdır. C bəndi. Paralleloqramın tərəfini 2 dəfə artırıb bu tərəfə çəkilən hündürlüyü 2 dəfə azaldanda onun sahəsi dəyişməz. Paralleloqramın sahəsi S bərabərdir A vurulsun H düsturu ilə hesablanırdı. Və buradan gördüyümüz kimi qruplardan birini 2 dəfə artırıb digərini 2 dəfə azaldanda hasil, yəni sahə dəyişməz. Fikir doğrudur. D bəndi. Rombun sahəsi onun tərəfi ilə hündürlüyünün hasilinin yarısına bərabərdir. Rombun sahə düsturu S bərabərdir A vurulsun H-dır. Deməli, bu fikir yanlışdır.